Salam, mən Zəkiyə doktor, Vena Lazer Varikoz Damar Mərkəzinin fleboloqu. Bugün sizə varikoz xəstəliyinin əlamətləri haqqında məlumat verəcəm və bu əlamətlər hansı fəsildə özünü daha çox biruzə verir, o haqda qısaca məlumat verəcəm. Ümumiyyətlə, varikoz xəstəliyi nədir? Varikoz xəstəliyi ayaqlarda olan venaların normadan artıq genişlənməsidir. Xəstəliyin əlamətlərin necə bilmək olar? Müayinə olunmamış pasient özü evdə, yəni necə bilə bilər ki, bunda varikoz xəstəliyi var, yəni şübhələnə bilər. Birinci, vizual gözlə görünən varikoz damarlar görünməlidir. Bəzi hallarda gizli formada ola bilər, çox nadir hallarda olur. Əsas gözlə görünən xırda və yaxud iri damar görünə bilər. İkinci əsas əlamət ola bilər, səhər yervinizdən durursunuz, ayağınız çox rahatdır. Günün axırına doğru ayaq üstə çox duranda artıq burada ayaqda yorğunluq, ağırlıq hiss edirsiniz. Bəzi pasientlər deyir ki, günün axırına doğru elə bil ayağımdan ağır bir çəki var da, yəni nəsə bir şey asılıbdır, yəni elə bir hissiyat olur. Uzananda bu hissiyat keçir. Varikozun əsas əlaməti budur. Ayaqlarda nisbətən günün axırına doğru şişkinlik ola bilər. Bundan başqa, əgər iri ölçülü damar varsa, həmən damarın üstündə əllə də hiss edirsiniz, temperatur olur, yerli hərarət ola bilər. Damarın üstündə qaşınma ola bilər. Bu artıq biraz ağır formalarda daha çox müşahidə olunur. Ayaqda, damarın üzərində qıc olmalar ola bilər. Bu da varikozun əlamətlərindən biri sayılır. Fəslin necə əlaqəsi var varikoz xəstəliyinə? Onu qeyd eləmək istəyirdim ki, hava istiləşdikcə bu əlamətlər artır. Ona görə də yay fəslində varikoz xəstəliyi xanımları xüsusən narahat eləyir, həm tibbi baxımdan, həm estetik baxımdan. Birinci, hava istiləşdikcə varikoz damarlar daha da genişlənir, sadaladığım şikayətlər daha da artır. Ayaqda yorğunluq hissi, ağrılar, damarın üstündə istilik, bunlar hamısı bu şikayətlər artmağa başlayır. İkinci, xanımları daha çox narahat edən problem isə estetik görüntüdür. Bildiyimiz kimi çimərlik sezonu başlayır, yay mövsümü ilə əlaqədar ətəklər geyinir xanımlar, şalvardan çıxırlar və estetik görüntü kimi də xanımları çox narahat edə bilir bu vizual damarların görünməsi. Xüsusən də kapilyar ulduzcuqlar olur, teleangiektaziya dediyimiz tor formasında damar ulduzcuqları olur ki, bunlar da xanımları görüntü formasında çox narahat edə bilər. Daha ətraflı məlumat əldə etmək üçün Vena Lazer Varikoz Damar Mərkəzinə müraciət edə bilərsiniz.